Salam dostlar, bu günlərim məlumatlandırıcı bir video çəkmək istəyirəm sizlər üçün. Özüm çox araşdırdım. Hərə bir qiymət dedi ingilis dilinə çevirmək üçün. 205-lərdə 50 manat, 100 manat, 300 manat, 500 manat. Bunu internetdən baxıb orada çoxlu var. Yəqin ki siz də bilirsiniz. Oradan baxıb özüm keçirdim ingilis dilinə. Artıq burada ingilis dilindədir hamısı. Bir mənfi cəhəti settingsə girəndə atır. İndi ona da update deyirlər. Update hələ ki gəlməyib məndə. Yoxdur, bilmirəm. İndi olanda inşallah onu da eləyəcəm. Burada da priboru ingilis dilinə çevirdim. Onu da internetdə baxdım. Necə eləmək lazımdır. Oradan öyrəndim, elədim. Əvvəl keçmirdi. Sonra demək ki Wi-Fi qoşmamışam. Elə ki Wi-Fi qoşub elədim. Artıq keçdi. Onu istəyirəm sizinlə paylaşam. Demək burada gördüyünüz bu kvadratı basıb gələn o drive info olan hissəyə OK verirsiniz. Orada yəqin sizə Kitay dilində olacaq. Bir dəfə o minusdan aşağıya basırıq. Gəlir bu ekran. 8 dəfə OK basırıq. Özünüz görəsiniz, ekran dəyişəcək, şifrə istəyəcək. Demək, minus 1-dir, plus 0-dır. Çıxdı. Bir dəqiqə təzədən girim. Bura, demək, OK basırıq. Bir dəfə aşağı düşürük. 8 dəfə OK basırıq. Gəldi insert security code. İndi burada yazırıq mənfi ilə 1, 0, 11, 4 dənə 0. 4-cü 0 basanda belə bir şey gəlir ekrana. Burada təzədən kvadratı basırıq. Gəlir soft update. OK basırıq. Gəlir belə bir ekran. Burada fikir verirsinizsə, bax kursor, görürsünüz, bax tərpədirəm, keçdi 9-a, gəldi. Minus eləyirəm, dala gedir, plus eləyirəm, qabağa gedir. Gəlirəm 9-un üstünə. Burada yəqin sizdə 0 olacaq, 1 olacaq, nə bilim, başqa rəqəmlər olacaq. Bunu OK basırsınız. Sonra plusdan dəyişə bilirsiniz, minusdan dəyişə bilirsiniz. A oldu, nə bilim, neçə oldu, 8. Bunu gətirirsiniz, qoşursuz 9-a. OK basırsınız. Sonra minusdan geri qayıdırsınız. Update. Gördünüz, gəldi update üstünə. OK basan kimi bu dinamik sözü, EM sözü sizdə Kitay dilində olacaq. OK basan kimi bu keçir olur ingilis dilində. Sonra təzədən bu kvadratı basıb geri qayıdırsınız. Bir dənə də basırsınız, geri qayıdırsınız. Artıq sizdə hər şey olacaq dil ingilis dilində. Yəni bunun üçün bax kvadratı basıram. Görürsünüz, gəldi bax ekran. Aşağı düşürəm. Görürsünüz, bax hamısı ingilis dilindədir. Yəni bunun üçün gedib 100 manat, 200 manat, nə bilim 400 manat verib havayı ödəmək, etmək ehtiyac yoxdur. Özünüz belə, amma mütləq Wi-Fi qoşulu olmalıdır. Çünki Wi-Fi qoşulu olmayanda, məsələn mən eləyirdim, Kitay keçirdi, ingilisə qayıdırdı, keçirdi qayıdı, yəni keçə bilmirdi. Mən də bilmirdim nədəndir, elə bildim blok var. Bu günlərim interneti qoşdum, Wi-Fi elədim və alındı, keçdi. İstədim ki sizlərlə də paylaşam. Kimin çətinliyi varsa eləsin. Bu birisi də buradan gəlirsiniz telefon işarəsinə, bu displeyi ingilisdə keçirmək üçün. Ulduz, diyez, 888 yığıb OK verirsiniz. Belə bir monitor gəlir. Buradan da 3, 6, 9, 8, 7, 5 verib OK verirsiniz. Burada ən uzun olan Çin dili var. Bu ən uzuna basırsınız, setting gəlir. Settingə basırsınız. Buradan gəlir belə adi Android ekranı. Buradan da bunu qaldırıb aşağıda sistem var. Sistemə girirsiniz. Burada da language var, dil. Burada yəqin sizə Kitay dilində olacaq. Siz də Globus'u görən kimi girəsiniz. Burada da birinciyə girirsiniz. Burada baxın, mən ingilis dili əlavə eləmişim. Buradan plusu basıb
Bu siyahıdan dili seçirsiniz, İngilis dilin. Oradan US'i seçirsiniz. Sonra gəlir bu olur aşağıda. Onu elə ki buradan tutub qaldırırsınız yuxarı. Yuxarı qaldıranda birinci olanda İngilis dili, artıq yuxarıda görəsiniz ki dil dəyişdi. Sonra geri verib ya da birbaşa ekrandan çıxarsınız, görəsiniz ki artıq İngilis dili. Burada da mənfi cəhəti odur ki buna basanda settinqə geri atır. İndi deyirlər update gələcək. Məndə də indi internetten çıxmışam. Update gəlir ki bu versiya var məndə. Yəni yenisi gəlmir. İndi bilmirəm ona bloku var, nəyə var. İndi onun üstündə də araşdırma eləyirəm. Nəsə bir şey aşkar eləsəm, yenə sizlərlə paylaşacağım. Diqqətiniz üçün minnətdaram. Kanalımıza abunə olmağı, paylaşmağı, bəyənməyi unutmayın. 205 ilə bağlı nəsə sualınız olsa, belə texniki məsələlərlə bağlı çalışacağım ki, öyrənim, bilirəmsə yazam, bilmirəmsə öyrənəm, paylaşam. Təşəkkür edirəm.